yerli futbolçulara qiymət verməyimiz lazım və bu nöqteyi nəzərdən Ağasəlim Mircavadovun bugün Qolas saytına verdiyi bir açıqlama diqqətimi çəkdi. Əslində açıqlaması geniş idi və müəyyən məqamları göstərəcəm və ekrana da zəhmət olmasa mirsək gətirərik. Start Premier Liqada limiti niyə ləğv etdilər? Hələ də bunun cavabını tapa bilmirəm. Çempionatın səviyyəsi o dərəcədə də inkişaf etməyib. Klublar yerli futbolçuların inkişafına fikir vermirlər. Ayxan Abbasovun milliyə çağırdığı futbolçuların siyasına baxıram. 80% oynamayan futbolçulardır. Bu məlum idi və günahı Ayxanda deyil. Ayxan Abbasov cavan, yerli məşqçidir. Biz ona ancaq dəstək olmalıyıq. Yeni komanda qurur, yaxşı sistemi var. Millimizin Ukrayna ilə oyunu çox xoşuma gəldi. Bəli, yeni sistem qurur, amma kimlərlə biz hücum xəttinə baxırıq. Renat Dadaşov komandasında oynamır. Hətta ötən seçmə oyunlarından öncə intizamsızlığına görə komandadan göndərilmişdi. Bugün məcbur olub Ayxan Abbasov futbolçunu yenidən sərəncamında çağırıb. Məcburiyyətdən də düşünürəm, çünki oynamayan futbolçunu niyə çağırasan? Nəriman Axundzadə var, ən çox tənqid olunan futbolçularımızdandır. Yəni 8 turdadan fərqlənə bilmir, Avrokuboklarda da fərqlənə bilmir və bənzər epizodlardan bu oyunda yenə təkbətək yaxşı şərait yaradılıb, qapçı ilə üzbəüz yenə topu tirə vurdu və bu mövsüm bənzər epizodlarda ən azı 3-4 belə bənzər epizod var. Həm Avrokuboklarda, həm daxili yarışlarda Nəriman Axundzadə ya kənara vurur, ya rəqib futbolçu boş qapıdan çıxardır, ya tirə dəyir. Yəni bəxtsizlik, şanssızlıq bir oyunda olur, 2 oyunda olur. Bu davamlı olursa artıq bu həm də ustalıqla bağlıdır. Düşünürəm ki, Nəriman Axundzadə də üzərində işləməlidir. Yəni Qurbanov şans verir, bu da bir yerə qədər olacaq, davam edir. Yəni davamlı olaraq sən bu fürsətlərdən istifadə etməlisən. Yəni qalmışıq ən çox tənqid etdiyimiz Nəriman Axundzadənin ümidinə, qalmışıq xaricdə oynamayan Renat Dadaşovun ümidinə. Biz bu milli komanda ilə nə edə bilərik? Burada sənə söz və qüvvət, Ağasəlim müəllimin vurğuladığı bir məqam var, hansı ki limit məsələsi. Bax, biz istəyirik ki, məsəl üçün, tutaq ki, o futbol funksionerləri fikirləşirdilər ki, bəlkə də bu legioner futbolçular nə qədər çox olsa, liqamızın səviyyəsi o qədər artacaq, düzdür? Yəni, bugünkü reallıqda, baxın, indi sizə bu söz deyəcəm, burada bir məqam var da, məsəl üçün, biz o işığı görsəydik, hansı ki, legionerlər artıq çoxalıb milli çempionatda və çempionatımızın səviyyəsi 2.1-dən 2.7-yə qalxıb. Məsəl üçün deyirəm də, hansısa bir statistika qoyulsaydı, bu, tutaq ki, 3 ay ərzində farklarla. Biz də razılaşardıq ki, həqiqətən də bu qərar çox doğru qərardır, hələ 3 ay keçməyib üstündən. Artıq çempionatın səviyyəsinin necə yüksəldiyini görə bilirik, ən azı gözlə. Amma bugün eyni çempionatdırsa, eyni, belə deyim də, sürətdirsə, eyni tempdirsə, eyni oyun oynanılırsa, Ağasəlim müəllimin burada dediyində də həqiqət var da. Yəni, biz niyə dəyişirik ki bunu? Onsuz da köhnə hamam, köhnə taz, belə deyək də. Yəni, bu heç bir dəyişiklik yoxdur. Razıyam. Qısaca mənim də fikirlərim olacaq milli komandanın. Ola bilər irad bildirsinlər ki, limit olmayanda milli komanda nə etdi? Mən bunu hər zaman demişəm. Limit olmayanda milli komandanın uğursuz nəticələrinin kökündə AFFA-nın yanlış siyasəti olub, yanlış baş məşqçi seçimləri olub. Azərbaycan millisi son illər ən yaxşı nəticəsini Robert Prasnetskinin dönəmində verib və həmin dönəm Azərbaycan çempionatında limit 6+5 olub və ən yaxşı nəticəmiz də o dönəmdə olub. Sonraki dönəmlərdə nəticələrimizin uğursuz olması Yurçeviç kimi yararsız, Santuş kimi vaxtı keçmiş məşqçilərin milli komandanın başında olması olub. Qurbanova zamanında şans verilsəydi, limitlə milli komandamız daha yaxşı nəticələr verə bilərdi və bugün Ayxan Abbasov da kifayət qədər yaxşı bir sistem qurub, yaxşı nəticələr verə bilər. Qısa müddətdə həm Ukrayna ilə oyundakı qazanılan nəticə, göstərilən oyun bir daha sübut etdi ki, bu milli komanda ilə də nələrəsə nail olmaq olar, amma təəssüf ki, çox çətin dönəmdə, çətin missiyanın arxasınca gəlib Ayxan Abbasov, onun üçün çox çətin olacaq, çünki oynatmağa futbolçu tapmır. Hətta o qədər çarəsizdir ki, Zədəli Emin Mahmudovu komandada saxlayır, klubunda oynamayan Renat Dadaşovu milli komandaya çağırır, nə bilim, bəlkə də
uzun müddətdir fərqlənməyən Nəriman Axundzadənin ümidinə qalıb, ən çox tənqid olunan hücumçudur, hücum xəttində demək olar heç kim yoxdur. Yəni problemlər çoxdur, ona görə də düşünürəm ki, limitin ləğvi kökündən yanlış qərar idi. Qısa müddətdən sonra yəqin ki, yenidən qayıdacağıq, amma biz bu qərarla ən azı 5-6 il futbolumuzu geri atmış olduq.